Salam yoldaşlar, 1994-cü ilin qəbul sınavlarını nəzərə yetiririk. Birinci, ikinci, üçüncü qruplar, variant A. Başlayaq. 1. İndüktivlik beynəlxalq vahidlər sistemində hansı vahidlə ölçülür? Henry ilə. Bir də cavabımız olacaq A. Tesla, indüksiyanın, Weber, maqnit Farad, elektrik tutumunun, Volt isə gərginliyin və yaxud potensialın vahidi idi. 6. Aşağıdakılardan hansı ifra keçiciləri xüsusi müqavimətin temperaturdan asılı qrafikidir? Bu ən fərqli olan variantdır. Yəni ifrat keçicilərdəki qrafik fərqli bir qrafik idi. Yəni cavabımız olacaq 6-da Y variantı. 2. Təzyiq hansı cihazlarla ölçülür? Təzyiq ölçülür manometrlə. 2-də cavabımız olacaq C. Ampermetr cəryan şiddətini, voltmetr gərginliyi, psixometr rütubəti, dinamometr də qüvvəni ölçmüş olur. Sonra keçən növbəti sualımıza növbəti sualımız 7-də hansı qrafik doymuş su buxarının təzyiqinin temperatur arasında ifadə edir? Doymuş su buxarında təzyiq temperaturdan C variantının kimi asılıdır. Yəni temperatur artdıqca təzyiqin qiyməti də artmış olur, daha sürətli artır baş verir. 3. Radioaktiv parçalanma qanunu hansı üstün hesablanır? Qalan nüvələrin sayı bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün T. 3-də cavabımız olacaq B variantı. Sonra keçən növbəti sorumuza 4. Aşağıdakılardan düzlərdən hansı Joyles qanunu ifadə edir? Joyles qanunu ifadəsi D variantı. İstilik miqdarı bərabərdir. Cəryan şiddətinin kvadratı vurulsun, müqavimət vurulsun, kəsmə müddəti hasilə bərabər olur. 4-də cavabımız olacaq D. 8-də şəkildə sürtünmə əmsalı müxtəlif qiymətlərində sürtünmə qüvvəsinin modulunun cismi çəkisi hansı qrafik verilmişdir? Sürtünmə əmsalları arasındakı münasibəti göstərin. Sürtünmənin ifadəsi sürtünmə əmsalı vurulsun çəkidir. Oradan sürtünmə əmsalını tapsaq, sürtünmə qüvvəsi bölünsün çəki olur. Qrafiklərdə yuxarı aşağı məndə bizə nə verirdi? Tangensi və tangens artan funksiyadır. Bucağın qiyməti artdıqca tangensin qiyməti artır, yəni sürtünmə əmsalının qiyməti artır. Yəni burada bucaq bu qədərdir, ikincidə bu qədər, üçüncüdə bu qədər. Getdikcə bucağın qiyməti artdır. Onda sürtünmə əmsalının qiyməti artmış olacaq. Mürüşdə deməli ən böyükdür. Sonra mülküdə, sonra da mübürdə cavabımız olacaq 8-də A variantı. 9-cu sual aşağıda qeyd olunub, 9-cu sual ləğv olunub. 5-ci sual. Müstəvi kondensat elektrik tutumu beynəlxalq vahidlər sistemində hansı üsulla hesablanır? C bərabərdir. Epsilon epsilon sıfır S bölünsün D ilə. Sahə ilə düz, məsafə ilə tərs mütənasib asılıdır. 5-də cavabımız olacaq A. Sonra keçək növbəti səhifəmizə. 10. Enerji günəşdən yerə hansı üsulla ötürülür? Şüalanma ilə. Onda cavabımız olacaq C variantı. 11-də liftin içərisində üstündə adam dayanmış yaylı tərzi qarşılanmışdır. Lift A bərabər J tərzinə aşağı hərəkət etdikdə tərzinin göstərişi necə dəyişər deyir. A bərabər J tərzinə hərəkət etdikdə P bərabər düstur nədir? M J çıxısına aşağıdır. Bu zaman A da J-yə bərabərdirsə, onda J-dən çıxıram elə J-ni, qiymət nə olur? 0. Deməli, çəkisinin qiyməti 0-a qədər azalır. Çəkinin qiyməti 0 olur. Deməli, göstəriş də, tərəzinin göstərişi də 0-a qədər azalmış olur. 11-də cavabımız olacaq B variantı. Sonra 15-də isə intensivliyi 4 vurulsun 10 üstü 6 Newton bölü kulonla elektrostatik sahədə 2 mikrokulon nöqtəvi yükə hansı qüvvə təsir edir? F bərabərdir. Düsturumuz Q7. Q-nun qiyməti 2 mikro olduğu üçün 10 üstü mənfi 6. İntensivliyin qiyməti isə 4 vurulsun 10 üstü 6-dır. 2-ni vuracam 4-ə 8. Cavabımız eləcə ilə 8. 10 üstü mənfi 6 vur 10 üstü 6 ilə 10 üstü 1. 10 üstü 0 yəni 1-dir. 15-də cavabımız olacaq B variantı. Keçən növbəti sonumuza 16-ya. 16-da isə bizə deyir ki, indüktivliyi verilib. Cəryan şiddətinə qədər olması sahənin enerjisi bu qədər olsun. Enerjinin üstünü W bərabər L ekvator bölü 2-dir. Buradan cəryan şiddəti qiymətini tapsaq i bərabər olacaq kök altında 2 W bölünsün L. Yəni kök altı 2 W neçədir? Cəryan enerjinin qiyməti 2-dir. Indüktivliyi də %25-dir. 4-ü bölsəm %25, yəni 4-də 1 olur. Kök altı 16 deyir 4 amper. Yəni cavabımız olacaq 16-da C variantı. 12. Dəyişən cərəyan tezliyi 2 dəfə azaltdıqda sadəcə induktiv müqaviməti necə dəyişir? İnduktiv müqavimətin ifadəsi XL bərabərdir omega L.
Omega yerinə yazıram 2pi nu L. Olacaq induktiv müqavimət tezlikdən düz asılıdır. Yəni tezliyin qiyməti 2 dəfə azalsa, induktiv müqavimətin qiyməti 2 dəfə azalmış olur. 12 də cavabımız olacaq C variantı. 13. Hidrolik presin kiçik porşunu bir gedişdə 50 sm aşağı düşür. Böyük porşunu 10 sm yuxarı qalxır. Əgər kiçik porşunu 200 Newton qüvvə təsir edərsə, böyük porşuna təsir edən təcrid qüvvəsini deyir. Hesablayın. Qüvvə yerdəyişmə ilə tərs tutan asılıdır hidrolik presdə. Yəni burada F kiçik böl F böyük yazsaq, bu da H böyük böl H kiçik olacaq tərs. Və F kiçiyə qiymətini bizə verib 200 Newton. F böyük bizdən istəyir. H böyük, yəni böyük porşunun yerləşməsi 10 sm-dir, kiçik porşunun yerləşməsi 50 sm-dir. Bu eləyir 5də 1. İkisi də bərabər olacaq 5 vurulsun 200. Cavab deyiləcək neçə? 1000 Newton. Yəni 11-də cavabımız olacaq. 13-də cavabımız olacaq D variantı. 17. Toplayıcı linzadan 12 sm məsafədə olan cisim baş artıq ox boyunca 4 sm linzaya doğru yerini dəyişir. Əgər linza fokus məsafəsi 4 sm isə xəyalın yerləşməsi nəyə bərabər olar deyir. Burada əvvəlcə toplayıcı linzada fokus məsafəsinin düsturunu yazaq. 1 bölü f bərabərdir 1 bölünsün D plus 1 bölünsün F. Əvvəlcə fokus məsafəsinin qiyməti 4-dür. 1 bölü 4 bərabərdir. Cisim məsafəsi isə görürəm ki 12 sm-dir. 1 bölü 12 plus 1 bölünsün F. Burada mən fokus məsafəsini 1 bölü F tapsam, daha sonra xəll məsafəsini 1 bölü 4 çıxılsın 1 bölünsün 12. Bu bizə verir 12-də 12 bölü 4 3, 3 vur 1, 3 çıxılsın 1. 12-də 2, yəni 6-da 1. Tərsi çevirsəm F bərabər olacaq 6. Deməli, əvvəlcə xəll məsafəsi 6-dır. Birinci halda F1 yazaq. Sonra deyir ki, baş yapdıq ox boyunca 4 sm linzaya doğru cisim yaxınlaşdırıldı. Cisim yaxınlaşdırılırsa 4 sm linzaya doğru. Onda cisim məsafəsi ikinci halda olur. 4 sm yaxınlaşdı. Cisim məsafəsi oldu 8 sm. Əvvəl 12 idi. Linzaya doğru 4 sm yerini dəyişirsə, cisim məsafəsi artıq 8 sm olur. Yəni 4 sm yaxınlaşıb. Məsafə oldu 8 sm. Bu zaman tapsaq, xəll məsafəsini 1 bölü f bərabərdir. 1 bölünsün f, ikisi çıxılsın 1 bölünsün d. 1 bölünsün f-in qiyməti sabit qalır. Fokus məsafəsinin qiyməti 4-dür. Cisim məsafəsi artıq 8-dir. Bu olacaq 8, 2 çıx 1, yəni 8-də 1. Tərsinə çevirsək olacaq f bərabərdir 8 sm. Əvvəl 6 idi, indi 8-dir. Nə qədər dəyişdi? F2 çıx F1 olacaq 8 çıxısın 6. Xəyalın yerləşməsi oldu 2 sm. Yəni cavabımız olacaq 17-də Y variantı. Davam edelim növbəti sualımızdan. Növbəti sualımız 18-dir. Deyir ki, periodu 1,2 mm olan diffraksiya qəfəsində alınmış birinci tərtib spektrdə işıq şüalarının meyl bucağını tapın. D sinüs alfa bərabərdir. D sinüs fi bərabərdir. K lambda ifadəmiz diffraksiya qəfəsində. Burada meyl bucağı, yəni sinüs fini tapsaq, sinüs fi bərabərdir. K lambda bölünsün D. K-sı bizə verib tərtibi birinci tərtib, yəni K1-dir. Dalğa uzunluğu qiyməti 600 mikrometr, yəni 600 vur 10 üstü mənfi 6-dır. Periodu isə 1,2 mm, yəni 1,2 vur 10 üstü mənfi 3-dür. Buradan ixtisalar gedəcək. 600 bölünəcək 1,2-yə olacaq 500. 10 üstü mənfi 6 bölü 10 üstü mənfi 3 eləyəcək 10 üstü mənfi 3. Bu da bizə nə verəcək? Uşaqlar 10-da 5, yəni 2-də 1. Sinüs 2-də 1-i harda alır? Sinüs 2-də 1-i alır 30 dərəcədə. Deməli 18-də cavabımız olacaq D variantı. Keçən növbəti sualımız 19-da. Radioaktiv parçalanma verib bu zaman hansı hissəcik ayrılıb deyib. Kütlədə 4 fayda azalıb, nüvənin yükü də 2 fayda azalıb. Yəni bu element 2-4 hissəcikdir. Yəni 2-4 heliumdur. Yəni alfa zərrəciyidir. Cavabımız olacaq 19-da B variantı. Kütlədə 4 fayda azalıbsa, yüklə 2 fayda azalıbsa buradan bir alfa hissəciyi ayrılmış olur. 20-ci sual yəqin ki, proqramdan çıxarıb ulduz qoyulub. 14-də ideal qazın mütləq temperaturu 3 dəfə artırdıqda qazın təzyiqi 50% artar. Bu proses zamanı qazın həcmi necə dəyişər deyir. Başqa bir sualımız qalıbmı? Yox. Növbəti sonuncu sualımız elə 14-dür. Temperatur 3 dəfə artıbsa,
Deməli yazırıq ki, temperatur 3 dəfə artdı. Təzyiq deyir 50% artdı. 50% artma 1.5 dəfə artmadır. Çünki 100-ün üstünə təzədən 50-ni gəlirik, bölürük əvvəlki qiyməti 100-ə. Bu bizə verir 150 bölünsün 100, yəni 1.5. Deməli qiymət 1.5 dəfə artmış oldu. Həcm isə PV bərabər nöqtə ifadəsinə görə, Mendeleyev komponent təliminə görə V bərabər olacaq nöqtə bölünsün P. Yəni həcm temperaturla düz, təzyiqlə tərs plazmasıdır. Mən burada sürəti 3 dəfə artırmışam. Məxrəci isə 1,5 dəfə artırmışam. Onda 3-ü böləcəm 1.5-ə, nisbət eləyəcək 2. Deməli, qiymət 2 dəfə artmış olacaq. 14-də də cavabımız olacaq A variantı. İzah bu qədər yoldaşlar. Növbəti izahlar görüşərdir. Öz-özünüzdən müğəyyət olun.